Yaradıcı olmayan insanlar daha çox sabit həyata meyl eləyirlər. Yəni bu ayın başında işə getdim, ayın sonunda maaşımı alım rahat, başım çox ağrımasın, biraz ayda 4 dəfə sahibkar məsələn imkanlı adam bir 20 dəfə, 15 dəfə kənarda çörək yemək yeyə bilər. Amma bu ayda həftə sonunda heç olmasa bir dəfə gedim rahat o maaşa görə restoranda otura bilim, yaxud da hansısa bir ölkəyə səfər eləyə bilim. Yəni bunu bu düşüncə ilə baxıram. Sabit rejim. Sabit rejim. İndi bu insanların hamısı da axı sabit rejim insanı deyil. Əgər bu sabit rejim istəyirsənsə, bu əxlaq qaydalarına, etik qaydalarına, davranış qaydalarına əməl edir. Bu həm də elə millət vəkillərinə də aid məsələdir. Başqa hamısı etik davranış qaydaları var. Onu pozmaq olmaz. Amma bütövlükdə, yəni biz əsas burada zədələnən etibar məsələsidir. Yəni ki, bir qanun bu imtiyazı verirsə, o qanunun hansısa müddəasına hər kəs bir özünün, deyək ki, əngəlləyici mexanizmini tapırsa, bu artıq güvən azalır. Artıq sabah müraciət edən insan deyir ki, adi bir sizə bir şey deyir, bizim indi işimizin çətinliyi nədir? Xəstəxanaya belə, başqa yerə gedəndə, halbuki getsə, rahatlıqla sığorta var, həkim qəbul eləyəcəklər, baxacaqlar. Onlar olduğu halda belə kimsə sənə zəng vurur, xahiş edir ki, baş həkimə siz tapşırın ki, birdən qəbul eləmədilər. Yəni birdən qəbul eləmədilər, birdən xoş yanaşmadılar. Bu prinsip hələ qalmaqdadır. Bunun da əziyyətini biz də çəkirik. Niyə çəkirik? Çünki artıq bir var ki, mən həmişə deyirəm, qanun və qaydalar sözü var. Bizdə çox vaxt qaydalar və qanun sözü var. Yəni qaydalar qanundan önə keçəndə bu təhlükəlidir. Qanun qaydadan həmişə öndə olmalıdır. Yəni bunu pozmaq olmaz. Və bu prinsipləri biz əgər Azərbaycan cəmiyyətində elə bu məsələdən də başlayaraq tətbiq eləməsək, sonra insanlar hansısa bir şəkildə fədakarlıq eləməkdən də çəkinəcək.